Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün mən Salə müəllimə ilə birlikdə 4-cü sinif Azərbaycan dildən ismin hallanması mövzusuna aid testlər işləyəcəyik. Uşaqlar, testlərə başlamamışdan qabaq demək istəyirəm ki, qrupa abunə olmağı, bəyənməyi, videoları unutmayaq. Və noyabrın 1-dən yenidən sizin istəyinizlə yenidən açılmış monitorinqə hazırlıq qruplarımız artıq aktiv olacaq. Kim istəsə qeydiyyatdan keçə bilər. Uşaqlar, indi isə gəlirik tapşırıqlara, testlərə baxırıq. Siz mənim səsimi saxlayırsınız, düzgün bəndi deyirsiniz, vərəqdə qeyd edirsiniz, axırda yoxlayırsınız, görək 12 dənədən neçəsi düz, neçəsi səhv çıxacaq. Getdik. Birinci sual. Hansı söz yiyəli haldadır? Uşaqlar, əvvəlcədən sizə deyim, ismin neçə hal var? 6 hal var, düzdürmü? Adlıq, yiyəlik, yönlük, təsirlik, yerli, çıxışlıq. Yiyəli hansı suallara hansılardır? Cavab verin görək. Kimin, nəyin, haranın, düzdürmü? İndi hansı söz yiyəli haldadır? Və buradan da belə nəticəyə gəlmək olar ki, A bəndi çiçəyin, B bəndi zəfər, C bəndi çətin. B bəndi ilə C bəndi adlıq haldadır, amma A bəndi çiçəyin, nəyin bu söz yiyəli haldadır, düzdürmü? Bir də oldu A bəndi. 2-yə baxaq. Hansı söz kimdə sualına cavab verir? Kimdə? A bəndi kərpicdən, B bəndi çöldən, C bəndi uşaqda. Uşaqlar, kimdə? Uşaqda, düzdürmü? Demək ki, burada nə olacaq? C bəndi olacaq, düzdürmü? Kərpicdən artıq çıxışlı qaldı. Çöldən yenə çıxışlı qaldı. Amma kimdə? Uşaqda. Üçüncü sözə baxaq, suala baxaq. Kitab sözü hansı variantda yönlü haldadır? Uşaqlar, yönlü halının şəkilçiləri hansılardır? A, Ə. Sualları hansılardır? Kimə, nəyə, haraya, düzdürmü? İndi baxaq. Hansı variantda deməli yönlü haldadır? Kitabı, kitabın, yoxsa kitaba? Nəyə? Kitaba. Yönlü halın sualı, düzdürmü? Deməli, düzgün cavab olacaq B bəndi. 4-cü suala baxaq. Hansı söz yerli halın sualı? Hansı yerli halın sualıdır? Yerli hal hansı suallara cavab verir uşaqlar? Kimdə, nədə, harada? Düzdürmü? Demək ki, burada da düzgün bənd B olacaq. Nədə? 5-ə baxaq. Çörək sözünə hansı halın şəkilçisini əlavə etsək, söz kökündəki son samit dəyişər. Gəlin baxaq, yerli hal şəkilçisi əlavə eləyək. Çörəkdə. Dəyişdimi? Xeyr. Çıxışlı hal şəkilçisi əlavə edək. Çörəkdən. Dəyişdimi? Xeyr. Amma B bəndinə baxın uşaqlar. Çörəyin. Düzdürmü? Artıq B bəndində Y samiti ilə K, Y samiti əvəzləməsi baş verdi. Düzdürmü? Demək ki, düzgün bənd olacaq B bəndi. 6-ya baxaq. Futbolçunun sözü hansı haldadır? Kimin? Futbolçunun. Hansı halın sualıdır uşaqlar? Əlbəttə ki, A bəndi yiyəli halın sualıdır. İndi isə gəlin keçək 7-ci suala. Hansı söz adlıq haldadır? Gəlin baxaq. Ən asan sual fikrimcə bu olacaq sizə. A bəndi kölgə, B bəndi divarın, C bəndi qapıdan. Divarın, nəyin? Divarın. Bu yiyəli haldadır, düzdürmü? Qapıdan, haradan? Qapıdan, çıxışlıq haldı, düzdürmü? Amma kölgə, nə kölgə? Burada A bəndi adlıq haldadır. 8-ə baxaq. Çıxışlıq halda olan sözü seçin. Çıxışlıq halın sualı nədir uşaqlar? Dan, dən şəkilçisi. Sual nədir? Kimdən, nədən, haradan, düzdürmü? Təmizkar deyil, B tikan deyil, C bəndi aydan, düzdürmü? Nədən, aydan? 9-a baxaq. Alma sözü ismin hansı halındadır? Uşaqlar, əlbəttə ki, təbii ki, hansı halında olacaq? A bəndidə, düzdürmü? Adlıq halında. 10-a baxaq. Tərsili halın şəkilçisi hansıdır? Uşaqlar, yadınıza salın, tərsili halın sualları hansıdır? Kimi, nəyi, haranı? Deməli, hansı tərsili halın şəkilçisidir? I, I, U, Ü. Bunlardan hansı oldu? B bəndi, U. 11-ə baxaq. Hansı sözə yönlük hal şəkilçisi artırsaq, sözün son samiti dəyişməz. Gəlin baxaq. Yönlü hal şəkilçisi hansıdadır uşaqlar? A, Ə. Düzdürmü? Kimə, nəyə, haraya? Gəlin baxaq indi sözlərə. Mələyə dəyişdimi? Dəyişdi ki, o keçdi Y-ya. B-yə baxaq. Türkə, C-yə baxaq, qoruğa. Demək ki, hansı dəyişmədi? Əlbəttə ki, B bəndi türkə. 12-ə baxaq. Bağça sözü hansı haldadır? Əlbəttə ki, hansı halda olacaq uşaqlar? Adlıq haldadır. Hara? Bağça. Yönlü halda olan hissələri yaşıl, adlıq halda olan hissələri isə qırmızı rəngdə rənglənir. Uşaqlar, gəlin buna baxaq indi. Yönlü halda olan hissələr, yönlü halın sualları hansılardır? Kimə, nəyə, haraya? Düzdürmü? Qoyun mən də rəngimi dəyişim. Yönlü halda olan hissələr çiyələyə, nəyə, bir də evə, nəyə, haraya, evə, düzdürmü? Deməli, bunları biz rəngləyəcəyik yaşıl rəngdə. Körpə küçəni isə rəngləyəcəyik uşaqlar hansı rəngdə? Qırmızı rəngdə. Getdik bu birisi dairələrə baxaq.
Yenə yönlü yalansı oldu uşaqlar burada. Yönlü hal oldu biliyə, bir də qonağa, düzdürmü? Hər ikisini də biz yaşıl rəngdə rəngləyəcəyik. Parça qaya isə nə oldu uşaqlar? Adlıq halda. Ona görə isə qırmızı rəngdən istifadə edəcəyik. Bugünlük bu qədər uşaqlar. Testi işləməyi, neçə səhv, neçə düz olduğunu yoxlamağı unutmayın. Əgər 12 sualdan, indi axırıncı məntiqi oyunu deyə onu saymıram. 12 sualdan əgər 11-ni, 12-sini, 10-unu yazsaz, yaxşıdır. Yox, əgər 9-unu yazsaz, artıq orta nəticədir. Üzərinizdə işləməyi unutmayın. Hələlik.